Bugün dünyaya baxışda. Bakıda jurnalist döyülüb. Suriyada atəşkəsə riayət edilmir. Kaliforniyada tora düşmüş balinanın xilası davam etdirilir. Dünyaya baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Bakının Sultepe qəsəbəsində döyülmüş jurnalist İdrak Abbasov bir sayılı Bakı klinik mərkəzə yerləşdirilib. Həkimlər jurnalistin vəziyyətinin ağır olduğunu deyir. Klinik mərkəzdən Amerikanın səsinin radiosuna bildiriblər ki, İdrak Abbasov kəllə-beyin travması, beyin silkələnməsi, bədənin küt əzikləri, döş qəfəsinin əzikləri diaqnozu ilə xəstəxanaya daxil olub. Jurnalist göz nahiyəsindən də ciddi xəsarət alıb. O hazırda huşsuzdur. Zerkal qəzetinin Reportajların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasov Sultepe qəsəbəsindəki evinin yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları ərazidəki qanunsuz tikililəri sökən an əhali ilə yaranan insidenti video kamera çəkdiyinə görə hücuma məruz qalıb. Sırf jurnalist çəkdiyi üçün, yoxsa... Deməli, jurnalist döyülür orada. Jurnalistə baş keçimdə verməli. Jurnalist döyülür ki, çəkməyimiz xaraba qoyur. Peydə bir haqqında döyülür ki, rəhsəbsizlik et, ona hemşir demək şeydir. Bu zaman hadisə yerində olan Yeni Müsavat qəzetinin müxbiri Günay Musayev də xəsarət alıb. Sakinlərin dediyinə görə, jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin təhlükəsizlik əməkdaşları hücum edib. Qeyd edək ki, 2 həftə əvvəl İdrak Abbasov Beynəlxalq Senzura İndeksi mükafatına layiq görülüb. NATO maliyyə xərclərinə baxmayaraq, Əfqanistanın düşmən əlinə keçməsinə imkan verməyəcəyini bildirib. ABŞ və NATO 2014-cü ilədək döyüş qoşunlarını ölkədən çıxarmağı planlaşdırıb. NATO'nun baş katibi Anders Fogh Rasmussen bugün Brüsseldə bildirib ki, ABŞ və NATO alyansı qoşunları ölkədən çıxardıqdan sonra Əfqan ordusu və polis qüvvələrinin fəaliyyətini qoruyub saxlamaq üçün nə qədər pul lazım olacağını müzakirə ediblər. Rasmussen qoşunlar ölkəni tərk etdikdən sonra Əfqan hökumətini sarsıtmağa cəhd edən qüvvələrə xəbərdarlıq edərək bildirib ki, onlar NATO'nun əvəzində güclü Əfqan təhlükəsizlik qüvvələri ilə üzləşəcəklər. Yüksək rütbəli ABŞ və NATO rəsmiləri yerdə qalan 130 min xarici əsgərin Əfqanistandan çıxarılma planını da müzakirə edəcəklər. Bir həftədir qüvvəyə minən atəşkəsə baxmayaraq, Suriyanın hökumət qüvvələri Homs şəhərində hücumları davam etdirir. Allahu Ekber! Allahu Ekber! Homs 18/4/2012 qasb sarux hanif ala hayy al-Khalidiyyə wal-Bayada. Bir həftədir qüvvəyə minən atəşkəsə baxmayaraq, Suriyanın hökumət qüvvələri Homs şəhərində hücumlara davam edir. Britaniyada yerləşən Suriyanın İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, Əl-Əsəd qüvvələri bu mərkəzi şəhərdə həftələrdir artilleriya hücumları həyata keçirir. Qrupun bildirdiyinə görə 9 mülki vətəndaş öldürülüb. Suriya hökuməti isə terrorçulara qarşı hücumlara bəraət qazandırır. BMT-nin baş katibi Ban Ki-moon sülhün bərqərar edilməsi səylərini gücləndirib. O, 250 müşahidəçidən ibarət komandanın səylərinin kifayət etmədiyini bildirərək, Avropa İttifaqından təyyarə və vertolyotlarla yardım istəyib. Suriyanın Xarici İşlər Naziri Ərəb Liqasının nümayəndəsi Kofi Annanın sülh planına riayət və müşahidəçi qrup ilə əməkdaşlıq ediləcəyinə söz verib. Kaliforniya ştatının cənub sahilində təbiəti müdafiə qrupu balıq toruna düşmüş balinanı azad etməyə çalışır. Böyük boz balinanın üzgəclərindən biri torun üzərindəki qarmağa ilişib. Qrup üzvlərinin sözlərinə görə sonradan başqa bir qarmağın balığın ağız nahiyəsinə ilişdiyi də məlum olub. Xilas qrupu 13 metr uzunluğu olan balinanın səhhətinin indi yaxşı olduğunu deyib. Onlar eyni zamanda balığın tora yeni düşdüyünü ehtimal edir. Balığı azad etmə cəhdi gün batanda dayandırılıb. Rəsmilər bugün əməliyyatın davam etdiriləcəyini bildiriblər. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləməyi unutmayın. Ünvanımız 3w.amerikanınsəsi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizinlə xudahafizləşirəm. Salamat qalın.